Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında ərazi mübahisələri hələ də əsas maneə olaraq qalır. Bu açıqlamanı Florida ştatındakı iqamətgahında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra ABC prezidenti Donald Trump səsləndirib. Bununla belə o, Zelenski ilə görüşü nikbin qiymətləndirib. Biz çox gözəl bir görüş keçirdik. Çoxlu məsələləri müzakirə etdik. Bildiyiniz kimi mən prezident Putinlə 2 saatdan çox davam edən əla telefon danışığı apardım. Bir çox məqamları müzakirə etdik və düşünürəm ki, biz çox yaxınıq, bəlkə də lap çox yaxınıq. Dəqiq hansı faiz olduğunu bilmirəm. Amma biz 2-ci Dünya müharibəsindən bəri ən ölümcül, ən geniş miqyaslı olan bu müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə etdik. Jurnalistin Putinlə söhbətinizdə razılaşma əldə edildikdən sonra Ukraynanın bərpası ilə bağlı Rusiyanın hansı məsuliyyəti daşıyacağını müzakirə etdinizmi? Sualını Trump belə cavablandırıb. Bəli, Rusiya kömək edəcək. Rusiya Ukraynanın uğur qazanmasını istəyir. Bu biraz qərbə səslənə bilər. Amma mən prezidentə izah edirdim ki, Putin Ukraynanın uğur qazanması üçün göstərdiyi səylərdə çox səxavətli olub. Zelenski isə sülh planının böyük faizinin razılaşdırıldığını bildirib. Sülh üzrə çərçivə razılaşmasının bütün aspektlərini müzakirə etdik. 20 maddəlik sülh planı 90%, təhlükəsizlik zəmanətləri isə 100% razılaşdırılıb. Razılaşmalıyıq ki, təhlükəsizlik zəmanətləri davamlı sülhün əldə olunmasında əsas mərhələdir və komandalarımız bütün istiqamətlər üzrə işi davam etdirəcək. Lakin Kiyev sakinləri Florida danışıqlarından çox da ümidli deyirlər. Mən müharibənin tezliklə bitəcəyini düşünmürəm. Biz hələ də razılaşmanın imzalanmasını gözləməliyik. Hətta razılaşmadan sonra da Rusiya Ukraynaya hücum edə bilər. Artıq dəfələrlə deyilib ki, müharibə tezliklə bitəcək. Amma sadəcə vaxt uzadılır. Vəssalam. Hələlik isə müzakirələr yekunlaşmayıb. Trumpın sözlərinə görə Zelenski və Ukrayna nümayəndə heyəti ilə danışıqlar bazar ertəsi də davam etdiriləcək.